Zelenski keçməmişdən öncə bir maraqlı məsələni də izləyicilərimizlə bölüşsək məncə yarar olar. O məşhur bir deyim var. Deyir, digər insana söz, dediyi söz çox zaman təsir eləyir. Amma söz deyən insanın əlində revolver olanda o söz daha çox təsir eləyir. Bax, bu sülh məclisi söz deyib əlində revolver saxlamağa bənzəyir. BMT-dən fərqi yox. Natiq bəy, əlində silah olub, silahla söz deyir. Bəli, yəni onu deyirəm. Silahla söz təsir eləyir, bəli. Amma söz deyənin əlində silah olanda o söz daha çox təsir eləyir. Özə o silah da gələ tuşdana alına. Bu bir məsələ. İkinci məsələ o beynəlxalq hüquqla bağlıdır. Bu əməlli başlı spekulyasiyaya çevrilir. Azərbaycan prezidenti bununla doğrudan da Trumpdan da öncə bir neçə ay öncə, hətta bir neçə il öncə bunu haqda demişdi. Beynəlxalq hüquq spekulyasiyaya nə vaxt çevrildi? Beynəlxalq hüquq ha vaxt işləyib ki. Gəlin, bax, bunu insanlığın 5000 illik yazılı tarixi var da. 5000 illik yazılı tarixdə güc olmayan yerdə beynəlxalq hüquq harda işləyir? Heç harda. Bir dənə onun tək, yəni Trump'ı gəldi bu beynəlxalq hüququ dağıtdı ki. Beynəlxalq hüquq var idi, məsələn, Yugoslaviya məsələsində, İraqda, Liviyada, Suriyada. Harada var idi? Ondan əvvəl Vyetnam, Koreya müharibələri. Natiq bəy, siz bayaq dediniz, bu qlobalistlərin düşündüyü yəni bir tapıntı idi. Beynəlxalq hüquq, demokratiya, insan hüquqları, dəyərlər. Bu da vacib məsələdir. Bu da çox vacibdir. Amma işləmir. Bu idarəçilik üçün onların maraqlarını həyata keçirmək alətinə çevrilmiş. Trump'ın da üstünlüyü nədir? Trump bu maskaları çıxartdı, qoydu qırağa. Dedi, qardaş, qabaq mən beynəlxalq hüquqla Amerika davranırdım. İşləmir də bu. Razım deyil. İndi deyirəm ki, bax belədir. Razı deyilsinizsə, gəlin danışaq. Mən həmişə açığam. Danışıqadır. Məsələn, Danimarkanın üzərinə getdi Qırlandiya məsələsində. Sonra dedi, yaxşı, indi gəl danışaq görək nə verə bilərsən. O da dedi, bəlkə də yarısını verəcək. O adla ki, orada hərbi bazalar qurulacaq. Amma bu Amerika torpağı olacaq da. Status tamamilə başqa olacaq. Məhz o statusdan söhbət gedir ki, bu status... Yəni o Amerika, yox, Amerikan bayrağı olacaq, sərhəddə olacaq ki, bu Amerika ərazisidir artıq. Necə ki, Britaniyanın, məsələn... Orada deyil olan ərazi, o bazan yerlikdə ərazidir. Olan odur. Yəni, başqa o bir tərəflərdə ağaylar. Orada ağaylardı, buzlardı. Yəni, söhbət ondan gedir. O ki, qaldı Zelenskinin çıxışına da. Mən diqqətlə qulaq asdım. Dünya mediasında səhərdən oxudum. Bəlkə də bir 20-yə yaxın dünya mediasında buna bağlı reaksiyalar oldu. Reaksiyalar həddindən artıq pozitivdir, məhz liberal mediada. Amma problem nədir də? Zelenskinin çıxışı 4 il bundan qabaq olsaydı, tarixə düşəcək ən böyük çıxışlardan biri olacaqdı. 4 il bundan, müharibə təzə başlayandı. İndi Zelenski, Vance və Trump kimi Avropanı günahlandırmağa, haqlı olaraq Avropa özünü biabırçı aparır, hər sahədə biabırçı aparır. Bu müharibədə ümumiyyətlə belə çox vicdansızcasına apardı, hələ biabırçını qoyaq bir qırağa. Amma sənin hər şeyin Avropalardan asılıdır. Fevral ayında maaş verilməlidir. 60 milyard avro ayrılan vəsait Ukraynaya daxil olmasa, hərbçilərin maaşı, müəllimlərin, həkimlərin maaşı verilməyəcək. Ukraynanın 70%-ə yaxın ərazisində bugün işıq, qaz, qızdırıcı xətlər işləmir. O təmir oluna biləcək vəsaiti və avadanlığı. Kiyevdə bugünkü məlumat 2000 bina, tamam. Siz 2000 bugünkü məlumatı 2000 bina nə işi var, nə sili var? Bundan əlavə Klitschko da dedi ki, 600 min Kiyevdən yanvarın 11-dən sonra köçən olub, 10 gün ərzində. 600 min insan. Əgər belə davam eləyərsə, şəhər boşala bilər. Bu çox böyük bir psixoloji... Həm də bunun fəsadları nədir? Tarixi fəsadları nədir? İstilik sistemləri elədir ki, o istilik sistemi çəkilsə, bir müddətdən sonra o boru xətləri partlayır və çartlayır və ümumiyyətlə yararsız hala gəlir. Yəni, tamamını dəyişmək, minlərlə kilometr yeni istilik xətləri çəkilməlidir. Yəni, belə bir silahda asılı, pulda asılı, hər şeydə asılı. Yenə təkrarlayım, Avropaya dedikləri sözlərin altından imza atıram və 21-ci ildə izləyicilər, çox üzr istəyirəm təvazökarlıqdan kənardır, Yeni Dünya Düzəni adlı məqaləm yazmışdım. 21-ci ildə hələ müharibə başlamamışdı. Orada həm eyni şeyləri mən dedim. Amma 21-ci ildə, 22-ci ildə desəydi haqlı olardı. İndi haqsızdır. Nə mənada? Hər şey onlardan asılıdır. Amma orada da çox belə irəli gedən çıxışları da oldu da. Məsələn, dedi ki, biz NATO'da olsaydıq, Amerika Birləşmiş Ştatları Qırlandiya tərəfi heç baxmazdı. Yəni, biz o qədər güclüyük. Natiq bəy, o həddindən artıq bir şişirdilmiş bir məsələ oldu.
Bəyək biz sizlə hələ Ya verdik. NATO kimdir? NATO Amerika. Sən necə Biz sizlə baxmaqsınız ki? hələ verdik başlanğıc danışanda Bəli. dedik. Zelenski elə bil ki, sanki bir son akordların vurur Bəli, belə. Birincisi, mən də razıyam. Zelenskinin haqqı var Avropaya nə desə. Ona görə ki... Amma axırda da gərək deyirdi ki, siz mənim Vay ona gəlirəm ki, o çox gözəl, hamıdan yaxşı bilir ki, bu gün üçün Ukraynanı bu vəziyyətə salıb, bu müharibəni davam elətdirən Avropa olub. Və son dövrdə Avropa bunu danmırdı ki, Ukrayna bizim təhlükəsizlik, deyir ki, 3 ildə vuruşsun. Ukrayna 3 ildə vuruşsun, biz 2030-a qədər hazırlaşaq. Bəli, hazırlaşaq. Biz öz təhlükəsizliyimizi Amerikadan tamamilə asılı vəziyyətdən çıxardaq, biz silahlarımızı çoxardaq, əskərlərimizin sayını çoxaldandan sonra sənin taleyin necə olar özün bilərsən. Yəni bu baxımdan Zelenskinin bütün dedikləri Avropa üçün hələ daha da artıq demək olardı. Amma çox gözəl oldu. Aşırı da çox həddindən artıq irəli gedərək. Birincisi, mən tam razıyam. Sən Avropanın üzərinə bu sözləri deyirsən, belə çıxır ki, sən çörək verən adam üzünə ağ olursan. Sənin bütün vasitən 800 milyard Avropadan pul istəyirsən 10 illiyə də. Bu saat dünən Davosdan sonra bilirsiniz, təcili bir Brüsseldə Evrosahə imzası olmuşdu. Orban da bugün bütün detallarını açdı. Biz dünyanın o dərəcəyə gəlib çıxıb ki, söz arası bunu deyim, dünyanın o qədər diplomatik etiqeti pozulub ki, o qədər nizam insan pozulub Məhrəm işlər olmuyor. Artıq liderlər aralarındakı olan intim danışıqları da yayırlar. Bu Macron'un birinci addım attı, sonra Trump Macron'a qarşı attı. Dünən Zelenski Orbanı təhqir elədi. Bir gün Orbanı da götürdü. Brüsseldə olan çıxışları açdı cəmiyyətə, dedi ki, bunu istəyirlər, onu istəyirlər. Birinci, bir Avropa İttifaqı liderinə qarşı kəskin ilə danışmaq olmazdı. Zelenski çox gözəl bilir ki, Avropa İttifaqında bütün məsələ konsensusla həll oldu. Veto hüququ. Orban istənilən, Orbandan da Slovakiya, Çexiya da ona qoşulub. Götürüb qoyacaqlar, sən pensiya verə bilməyəsən, əmək haqqı verə bilməyəsən, heç nə eləyə bilməyəsən, yəni bir Avropa, öz o Avropa lideri ki, sən bilsən ki, Trump'ın ən yaxın dostudur. Yəni üstünə... Amma məsələ də budur, üzr istəyirəm bir haşiyə olaraq deyim, Orban martda seçkilərə gedir. Bu qlobalistlər düşünülmüş sürətdə və Zelenskidən istifadə eləyib, Orbanı belə deyək, nüfuzdan salmaq, İstəmirlər hakimiyyətdə qalsın. Orada bir Madiyar var. Madiyar. Yeni yaradılmış partiya. Halbuki Orbanın partiyasının Gənclər Təşkilatının sədri olub o vaxtı ilə. Buna Avropalılar niyyətlə çox ciddi stavka qoyurlar, amma Orbandan daha sərt olacaq. Mən hətta Orban udursa belə. Və yeri gəlmişkən də Azərbaycan və Türk dünyası ilə bağlı çox gözəl çıxışları olub. Yəni bizimlə bağlı bir problem olacağını da düşünmürəm. Burada bir çox üzr istəyirəm. Bir məsələni də deyək ki, izləyicilərimiz doğru anlaşsın. Müharibənin səbəbkarı, uzanmasının səbəbkarı Avropa deyəndə biz Rusiyanın məsuliyyətini kənara qoymuruq. Rusiya müharibəni başlayan, işğalçı, vəhşi bir ölkədir ki, bu Ukrayna müharibəsini başlayan, işğalı davam etdirən. Rusiya qazanmaq üçün deyil. Çünki mən bilirəm ki, indi şərhlərdə o divan pəhləvanları peyda olacaq. Əlində klaviatura başlayacaqlar ki, Ruspərəstlər yığışıb Zaur Qəriboğlu'nun verilişinə Rusiyanın tərifi. O divan klaviaturası qəhrəmanlarına görə bu sözü dedim. Bu müharibənin başlayan da, davam etdirən də, insanlara zülm eləyən də, torpaqları işğal eləyən də istilik qoyan da hamısı Rusiyadır, Putindir. Amma bir də var obyektiv reallıqda müharibə başlayandan cəmi bir ay sonra Ukraynanın 1400 itkisi var idi cəmi. 1400 itkisi İstanbulda danışıqlar başlayanda. Rusiyanın itkisi 15-20 minə çatmışdı. Çünki gözləmirdilər də. Bütün mənada daha çox idi. Dəhşətli dərəcədə müqavimət oldu. Çünki Putin elə bilirdi ki, belə yağla, balla, güllə, çiçəklə, duz çörəklə qarşılanacaq. Çünki onun da belə deyək, kəşfiyyatı ayrılan milyardları yeyib yalançı bir dosyalar yazmaqla məşğul idi Rusiyaya. Amma çox böyük, fantastik dərəcədə məğlubiyyətə uğradılar. Kiyev ətrafında, Qastomeldə, Kiyevə gələn o kolon yadınızdadır da, kilometrlərlə uzanan. Darmadağın eləmişlər. Aeroporta qədər getmişlər. Bəli, darmadağın eləmişlər. Və İstanbulda mən düşünürəm ki, Ərdoğanın çox böyük, belə deyək də, gücü və nüfuzu hesabına danışıqlar baş tutdu. Oradakı şərtlər indikindən qat-qat yəni. Milyon dəfə yaxşı. Ən aşağısı Natiq bəy, ərazi bütövlüyü qalırdı. Bundan əlavə Zaporojye, Xerson ümumiyyətlə ümumiyyətlə atom elektrik stansiyası, ümumiyyətlə Ukrayna öz Avropanın ən böyük elektrik stansiyası. Zar bəy, hələ bundan əlavə baxın,
Büyünə qədər Zelenskiyə ən yaxın bir tərəf Türkiyədə gedirsə danışıqlar. İndi baxın danışıqların istiqaməti də dəyişib. Bəli. Artıq Amerika, Rusiya, Ukrayna danışığı bu gün harda aparır? Birləşmiş Ərəb Ərəb Əmirliklərində Əmirlikləri. özü ən axır. Halbuki bizim üçün də çox önəmli olardı ki, bu Türkiyədə olaydı, Türkiyədə davam eləyirdi və 22-ci ildə mən tamamilə razıyam. Mən ona görə dedim ki, Natiq bəy, bilirsiniz, sən gedib Trump, Zelenski Davosdan bir gün qabaq yadınızdasa dedi ki, mən Davos ona görə getməyim ki, mənim üçün Kiyev problemləri daha önəmlidir. İşıq yox, qaz Mənim burada yox. vacib işlərim var. Trump orada ağzından çıxan kimi sən təyyarəyə oturub Trumpın qəbuluna gedirsən, amma deyirsən, mən NATO-nun üzvü olsaydım Amerikanı cəzalandırardım, Qırlandiya qoymazdım. Başqa bir tərəf. Axı bu paradoks bir şey. Bundan əlavə deyir ki, Maduranı oğurladılar, gətirdilər. Özə deyir buna müxtəlif rəylər var. İndi o da qlobalistlərə işarədir. Çünki doğrudan da sol qlobalistlər bunun əleyhinədir. Maduronu özünkü sayır, solçu sayır. Deyir, amma Putin hələ də azadlıqdadır. Niyə onu oğurlayıb gətirib New York məhkəməsində cəzalandırmırsan, qardaş? Rusiya zalım şahının 5100 atom silahı var. Yox, müqayisə. Hələ atom silahı. Maduro Putin kimisindən ifrat eləyən adam idi. Yəni Bu bir. bunu bir dövlət başçısı necə dilinə Əlbəttə, gətirir? ondan sonra deyir ki, Qırlandiyada bizi NATOya alsanız, Rusiya və Çin gəmilər, Çinin də adını çəkir. Batıraq, Çinin də. Biz deyir, biz o gəmiləri Ən batırarıq. dəhşət Da o, bizim Çinin deyir, də özünə düşmən bizim idi. deyir, çox gözəl bununla bağlı təcrübəmiz var. Qara dənizdə biz gəmi batırırıq. Yəni bu üzr istəyirəm. Bunun əlinə yazıb bunu verib oxutduran kimdir? Yəni bu Yox, heç kim özün Natiq bəy bilir. Ümumiyyətlə Zelenskinin professional belə rol oynamaq məharəti var. Bu yəni təhqir zad deyil. Əlbəttə. Sənətidir. Böyük aktyordur, Reagan aktyordur. Reagan da böyük aktyor və istəyir ki, bir məmləkəti tamamilə yoxa çıxardı. Və artıq publika oynamaq lazım idi. O publika oynadı, yəni oradakı. Və Zelenski çox gözəl bilir ki, bu gün Amerika ilə Avropa arasında hansı konflikt var. Orada da oturanlar heç kimə hamıya məlumdur ki, Avropaya əsas. Liberal qlobalist. Bəli, liberal elitadır. qlobalistlər idi orada elit oturanlar və bu onlara xoş gəlmək üçün və gözlədiyi ilk mərhələdə 90 milyardı, sonraki 10 illik 800 milyardı almaq üçün elənilən jestlər idi. Amma bəzən həddindən dozası çox eləyir də, belə deyək. Amma niyə elədi də? Çox eləyirdi. Mənim fikrim biraz fərqlidir Məsələn, burada. Bu bəli. niyə elədi? Niyə bu dozu artırdı? Mənə də gəlir ki, bir çox belə talantlı aktyor kimi, yenə təkrarım, bu təhqir zad Yox, qəti surətdə. talantlı aktyor kimi son çıxışını elədi. Çox böyük də alqış qopardı. O xoşlayır da aktyorlar gedər ayaq. Aktyorlar alqışla yaşayır. Bəli, bəli. Çünki bu çıxışdan sonra onun gedəcəyi yeri yoxdur. Onun üçün çıxış yolları qapandı. Yəni Avropanı sən J.D. Vance kimi, Trump kimi ayağının altına al. Amerikaya da ümumiyyətlə denən ki, Trump heç vaxt Meydan dəyişməyəcək. Trump elə belədir, belə bundan da betər olacaq. Nə bu axır. Amma niyə? Bax bu sual çox vacibdir. Çünki çox ağrılı qərarlar verilmə zamanıdır. Zelenski üçün çox belə dəhşətli bir məsuliyyətli dövrdür də. Amerikanlar da, bəzi Avropanın bəzi elitaları da, hamısı yox, amma bəziləri gedərək ona o imzanı attırmaq istəyirlər. Yəni o faktiki məğlubiyyətə imza attırmaq istəyirlər. Avropanın ritorikası xeyli dəyişilib. Bəli, Merz məsələn başqa. Merz, Meloni, İtaliyanınki. Yəni Sonra Rusiyaya qarşı hələ dünən sırağa günə qədər NATO-nun baş şəxsi Stoltenbergin son çıxışları. Bəli. Yəni biz məcburuq xalqına yönəlik bu çıxışı. Bu Ukrayna xalqına danışır. Xalq danışır. Xalqa deyir ki, ay xalq, mən məcburam gedib nəsə imzalayım. Çünki orada da dedi ki, sonraki açıqlamalarında ki, Donbas məsələsi torpaq İlk dəfə olaraq dedi ki, ərazi məsələsi. Ərazi məsələsi müzakirə. Mən niyə gedib imzalamağa məcburam? Bax, bu alçaqlar, bu əclaflar, bu Avropalılar, bu vicdansızlar bizi gətirdi bu günə saldı ki, biz gəldik. Yəni, günah məndə deyil. Yox, günah Mənim komandamda səndə deyil. Amma bu belə, çünki Zelenskinin pis yaxşı reytingi var da Avropa, Ukrayna daxilində. Ciddi reytingi var. Bu gələcək taleyi üçün bazarlıq eləyir. Mən əminəm ki, Hətta fiziki varlığı da bazarlıq eləyir. Mən əminəm ki, Amerikanın əlində o Mendiç faylları kimi, sonra o şeyi çıxartdılar da, Yermakı, ikinci adam idi faktiki. O fayllardan daha güclüsü Zelenski haqqında da var. Bəy, Umarov haqqında var. Yəni açmırlar, danışıqlara aparır deyin açmırlar. Yəni bu onu bilir. Bu öz gələcəyini də müzakirə predmetinə çevirib gələcəyində bir zəmanət almaq istəyir də. Yaxşı, məni Ukraynada parçalayacaqlar mən bunu imzalasam. Doğrudan elə olacaq. Mən bilmirdim bunu.